Bismillahirrahmanirrahim. Salam olsun Hüseyn'e, salam olsun Ali ibn Hüseyn'e, salam olsun evladı Hüseyn'e, salam olsun əshab-ı Hüseyn'e. Məhərrəm ayının gəlişi münasibəti ilə hamınıza başsağlığı verirəm. Allah əcr versin. Allah bizə Kərbəla ziyarətini nəsib eləsin. Füzuli rəhmətlik buyurur ki, Mah-ı Məhərrəm oldu, məsərrət haramıdır. Matəm bugün şəriətə bir ehtiramıdır. Təcdid-i matəm-i şühəda nəfisiz deyil, qəflət sarayı dəhridə tənbih-i ammıdır. Yəni, Məhərrəm ayı gəldi, sevinmək, şadlanmaq artıq haramdır. Bu ayda matəm saxlamaq şəriətə, dinə bir ehtiramdır. Hər il şəhidlərin əzasını keçirtmək, matəmini yad etmək faydasız bir iş deyil. Bu, qəflət dünyasında ümumi oyanışdır. Yəni, Məhərrəm ayı İmam Hüseyn əleyhissalamın xatirəsini yad etmək bizim ruhumuzu dirçəldir, bizi sözün əsl mənasında dirildir, qəflət yuxusundan oyadır. Məhərrəm ayı əza ayı olmaqla yanaşı, həm də paklıq ayıdır, saflaşmaq ayıdır, Əhl-i Beytlə həmahəngləşmək ayıdır. Onların matəmində, Əhl-i Beytin matəmində matəmə qərq olmaq ayıdır. Bu yüzdən bu ayın qədrini gərək biz bilək, bunu Allahdan bir lütf bilək və düşünək ki, İmam Hüseyn əleyhissalam nə üçün bu hərəkatı başlatdı və məqsədi nə idi? Aşuranın mahiyyətini bilmək, İmam Hüseyn əleyhissalamın hərəkatının mahiyyətini həm anlamaq, həm də övladlarımıza, dostlarımıza, cəmiyyətimizə anlatmaq bizə vacibdir. Bizim klassiklərimiz bunu ediblər, Füzulilərimiz bunu ediblər. İmam Hüseyn əleyhissalamın hərəkatı ilk öncə onu bizə anladır, onu bizə başa salır ki, dini dəyərlər çox ciddi məsələdir. Dini dəyərlər o qədər vacibdir ki, İmam Hüseyn əleyhissalam kimi bir şəxsiyyət, Peyğəmbərin nəvəsi və Allahın təyin etdiyi imam öz ailəsi ilə birgə, dostları ilə, əshabı ilə birgə bunların uğrunda şəhid olub, öz canından keçib. Yəni, bu dəyərlər o qədər alidir ki, bir imam öz həyatını qurban verir bu dəyərlərin uğrunda. Məhərrəm ayından ilk aldığımız dərs məhz bu olmalıdır.